Salam əziz dostlar, əziz tələbələr. Qısa bir video çəkəcəm. Ümumiyyətlə mənə ən çox gələn suallardan biri, daha çox IELTS-də də daha çox bunu sual kimi sorğulurlar, sual kimi verirlər. Aksenti, tələffüzü, nə bilim, səlisliyi necə düzəldə bilərik? Bunu düzəltməyin bir çox yolları var. Birinci kölgə dinləməsi, shadow listening deyirlər. Bu nədir? Bir şəxsi götürüb yanılsama metodikasıdır. Buna bağlı milyon metodikalar var, videolar var, paylaşmışam da. Çox çürütülü olmasın deyə, çox belə artıq onun bişmiş bir mövzudur. Yəqin ki, videolarıma baxmısınız. Baxmamısınızsa deyə bilərsiniz, sata bilərəm yenidən. İkinci əsas məsələ fonetikanı yaxşı öyrənməkdir, səsləri öyrənməkdir. Məsələn, TH səsidir, digər səslərin necə səslənməsidir. Hamısını düzgün şəkildə öyrənməlisiniz və onları ağız məşqləri eləməlisiniz. Ən gözəli Rachel'ın dil dərsləridir ki, bunu YouTube'da da yazaraq baxa bilərsiniz. Çox gözəl ağız necə deyim, hərəkətlənməsini göstərir. Dodaq necə hərəkət olmalıdır, dil necə hərəkət etməlidir və s. və axır. Və əsas məsələ isə sözləri, cümlələri hər gün çoxlu cümlələr təkrar etməkdir. Məsələn, bunu Cambridge lüğətində də məsələ eləyə bilərsiniz və yaxud da Google Translate-də yazırsınız cümləni, o dediyi formatda tələffüz edirsiniz. Buna bir ay edən bir insan bir aydan sonra möhtəşəm bir nəticə görəcək. Ən azından indiki olduğu vəziyyətlə keçmişdə olduğu vəziyyət arasında bir 50-60% dəyişim hiss edəcək. Həqiqətən çox möhtəşəm bir metoddur və istifadə edin. Mütləq ki, xeyrini görəcəksiniz.